Son vaxtlar idman zallarında ölüm halları çoxalıb. Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Yəni ən birinci bunu qeyd eləyək ki, bu iki məqsədlə idman zallarına gedənlər olur. Birincisi belə deyək, sağlamlıq üçün və yaxud bədən çıxartmaq üçün, ikincisi isə arıqlamaq üçün gedənlər. Ən əsas problemlərdən biri bu arıqlamaq üçün gedənlərdədir ki, bunlar ağır yükün altına girir və üstəlik də pəhriz saxlayırlar. Və bu da istər-istəməz başqa problemlərə gətirib çıxardır və bunun da ardınca idmanında deməli daha çox eləmək üçün zallarda satılan hansısa energetik içkilərdən alırlar ki, bu da bədənin belə deyək ki, artıq yüklənməsinə səbəb olur və bədənin artıq yüklənməsi də ürəyin yüklənməsinə səbəb olur ki, bu da qəfil ürək deməli dayanmasına gətirib çıxarda bilər. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bu barədə gələn videolarımızda danışacağıq.